Sosial şəbəkələrdə ölmüş toyuqların bazarlara satışa çıxarılması ilə bağlı iddialar yayılıb. 8-ci kilometr bazarında isə bir ədədi 3-5 manat qiymət aralığında olan toyuqlar var. Bəs görəsən, o toyuqlar bu toyuqlardır? Biz Giləzi Quşçuluq Fabrikinin malı satırıq. Bizdə də olanlar hamısı Giləzinin mallarıdır. Tərtəmiz sertifikatı, gündəlik qidadan kağızı, hansı dəqiqədə, hansı saniyə deyirsən, yoxlayırsansa bir dəqiqə verim. Atım sizin WhatsApp varsa ona, ya elə belə canlı şəkildə verim. Bizdə ancaq firmanın malı satırıq. 3.30'a bak 3.30 da düzdürmü? O Giləzi toyuqdur. Bizə verir 2 manat 50 köpüyə, biz də satırıq o qiymətə. Sosial şəbəkələrdə məlumat yayılır bu ölən toyuqlarla bağlı. Yəni bunlar o deyil, değil. Yox, biz o elə şey, o bizim bizlik deyil. Biz elə şey satmarıq. Onu kim deyir ki, get bax nə deyirsən sənədim verim. Hamısı təmiz. Toyuğun bir ədədi neçədir? 4 manat. Hardan gətirirsiniz? Hacıqabul Quşçuluq şirkətindən. Hazırda sosial şəbəkələrdə ölü çolpaların satışı ilə bağlı videolar yayılıb. Bu sizin çolpalar üçün, toyuqlar üçün əks etdirir? Xeyr, bu sadəcə olaraq bizdə bu Hacıqabuldan, Hacı Quşçuluqdan gəlir. Bunun sertifikatı, sənəti olan bir çolpadır, gəltiririk, satırıq. Bəs niyə qiymət 4 manatdır? Qiyməti endirilmişik. 5-ə, 6-ya, 5-ə, 4-ə belə satılır. Bununla bağlı biz bütün fabriklərimizdə, özəlliklə Abşeron yarımadasında olan fabriklərdə sorğu keçirdik, Masazırda sorğu keçirdik və belə bir şeyə rast gəlmədik. Biz həmin səhifə ilə bağlı Daxili İşlər Nazirliyinə indi müraciət ünvanlayacağıq ki, bu səhifənin tapılsın və bizə yerini bildirsinlər. Bununla bağlı bir sayt yazmışdı, əlaqə saxladıq. Bizə dedilər ki, geri dönüb deyəcəklər hardadılar. Sonra dəfələrlə zəng eləsək də cavab vermədilər. Yəni bununla bağlı biz bu qədər bilirik. Quşçuluq müəssisələrində elə hadisə baş verə bilər ki, bir gecədə 100.000 toyuq qırıla bilər. Lakin onu da qeyd edək ki, bütün qida məhsulları Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altındadır. Və videoda yayılan materiallar həqiqəti əks etdirmir. O mənada ki, toyuqların ölümü ola bilər, lakin onların satışa çıxarılması məsələsi heç də mümkün olmayan bir məsələdir. Və belə informasiyalar dezinformasiyadır. Bunu biz bilməliyik. O ki qaldı ucuz toyuqlar. Onlar anaç toyuqlardır, yumurtalıq üçün olan toyuqlardır. Sanki kənd toyuğunu imitasiya edirlər, o qədər bərkiyiblər. Və onlar uzun müddətli Belarusiyadan da gətirilirdi. Yəqin ki, Azərbaycanda da var ilə toyuqlar. Bunlar artıq necə deyirlər, broiler fabriklərin vasitəsilə satışa çıxarılmır. Belə toyuqlar adətən avtomobillərin yük hissəsində, metro keçidlərində, müxtəlif yerlərdə satılır. Lakin marketlərdə satılan bütün mallar, o cümlədən toyuqlar Qida Təhlükəsizliyi Agentliyinin tam nəzarəti altında olur. Görüntülərlə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, sosial mediada yayılan görüntülər araşdırılır. Video görüntünün bizim ölkədə, yoxsa xaricdə qeydə alındığı aydın deyil. Buna görə də məsələnin obyektiv və hərtərəfli araşdırılması üçün istehlakçıların, o cümlədən sosial şəbəkə istifadəçilərinin konkret faktlarla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 çağrı mərkəzinə müraciət etməsi xahiş olunur. İstehlakçılara isə mənşəyi məlum olmayan, xüsusilə küçədə, yol kənarında, metro ətrafında anti-inhisar şəraitdə satılan ət və süd məhsullarının alınması tövsiyə edilmiş. Toyuq yüksək riskli məhsuldur. Belə məhsulların satışı soyuducu avadanlıqlarda həyata keçirilməli, temperatur rejiminə əməl edilməli, satış sahəsinin sanitar-gigiyenik vəziyyəti normalara uyğun olmalıdır. Alıcılar bu tip məhsulları alarkən baytarlıq ekspertiza sənədini tələb etsinlər, saxlama şəraitinə, etiketlənməsinə də diqqət yetirsinlər.